Salam əziz xanımlar və şirniyyat həvəskarları. Bugün qızım Sofiya ilə dondurulmuş vişnəli piroq hazırlayacağıq. Başlayaq hazırlamağa. İlk öncə yumurtaları qırırıq, yaxşıca qarışdırırıq. Daha sonra şəkər tozunu əlavə edirik. Sofiya çox həvəslə qarışdırır. Südü əlavə edirik. Yavaş. Qatıq töküb qarışdırırıq. Sofiya özü qarışdırmaq istəyir. Əridilmiş kərə yağı əlavə edirik. Vanil və qabartma tozu. Qida rəngi tökürük. Növbə gəldi una. Un əlavə edirik. Yaxşıca həll edirik ki, düyürlənməsin. Sofiya mənə kömək etməyi çox sevdi. Daha sonra qozu xırda-xırda doğrayırıq. Məhlulumuzu qaba töküb üzərinə dondurulmuş vişnə dənələri qoyuruq. Əvvəlcədən doğradığımız alma dilimlərini də əlavə edirik. Qoz qırıntılarını səpirik. İndi isə son olaraq umacımızı əlavə edib bişməyə göndəririk. Bəh! İnanılmaz gözəl qoxusu var. Piroqumuz hazırdır. Videonu bəyəndinizsə, təklif və iradlarınızı şərhlərdə bildirin. Növbəti videolarda görüşərik. Abunə olun ki, xəbəriniz olsun. Hələlik!